Deyirlər, atalar daha çox qız övladını çox istəyər, onu daha çox əzizləyər. Bəli. Deyir, oğlan misal üçün, oğlana görə o qədər narahat olmazlar da. Evdə adi kim uşaq dalaşsa qızla oğlan, indi uşaqlarda dalaşarlar uşaq vaxtı, daha çox ata qızını müdafiə eləyər. Tamamilə düzdür. Mən qızımı öpürəm, bağrıma basıram, qız evladı. Məsələn, adicə bir barmağım əzirib, bir 10 dəfə zəng eləyib, papa, sarığın dəyişdirdin, ağrımı. Oğlanların biri də zəng eləmir. Biri də zəng eləmir, heç maraqlanmır da. Hələ 2 gün obisindən sonra balaca olum deyir, papa, nə olub barmağa? Hələ indi xəbəri yoxdur. Biz bir yerdə qalmırıq da, yəni xəbəri yoxdur, mən də durum deməyim. Qız evladı, Allah bəxtini versin, qız evladı başqa bir şeydir. Atıya, anıya qalan qız evladı. Sözsün, Zabit müəllim, sizdə də ən çox sizin canınıza baxan, sizdən maraqlanan qız evladı. Ümumiyyətlə, qız uşağı qayğı çəkən olur. Tək qız yox, ümumi qadını götürək də, evdə insanın dərdinə, halına yanan öz xanımı olar və bütün təpədən dırnağa geyindirər, keçindirər və